ABŞ İranla bağlı məqsədlərinə hərbi yolla nail ola bilmədiyi üçün indi istəyinə çatmaq üçün danışıqlar masası arxasında bəxtini sınayır. Lakin Tehran güzəştə getmək niyyətində deyil. Bu barədə İranın vitse-prezidenti İsmail Səqab İsfahani bildirir. ABŞ özünü super güc kimi hiss edir və heç bir nəticə verməyən müharibəyə girişir. O hərbi əməliyyatları 3-4 gün ərzində başa çatdırmaq niyyətində idi. Lakin indi çıxılmaz vəziyyətə düşür. Döyüş meydanında nail ola bilmədiyini danışıqlarda əldə etməyə cəhd edir, deyə vitse-prezident vurğulayır. Onun sözlərinə görə İran danışıqlar prosesində güzəştə getməyəcək. Bu arada CNN mənbələrinə istinadən maraqlı xəbər paylaşır. İddia olunur ki, İranın Xarici İşlər Naziri Abbas Əraqçi Pakistana səfəri zamanı ABŞ nümayəndə heyəti ilə görüş keçirməyəcək. Yalnız İslamabad nümayəndələri ilə iki tərəfli danışıqlar aparılacaq. Yəni Əraqçi ABŞ ilə mümkün danışıqlara dair öz təkliflərini Pakistana təqdim edəcək. Pakistan tərəfi isə öz növbəsində təklifləri Vaşinqtona çatdırmalıdır. Qeyd edək ki, ABŞ nümayəndə heyətinin mümkün gəlişinə hazırlığa cavabdeh olan Amerikalı logistika və təhlükəsizlik mütəxəssisləri artıq Pakistanın paytaxtındadır.